Hər birinizi salamlayıram. Bugün Dinamikadan 2011-ci il 1-ci qrup A variantı sualları ilə izahlara davam edirik. 101 nömrəli sualına başlayaq. Usta gün ərzində plan üzrə 70 detal, şagirdi isə 30 detal hazırlamalıdır. Usta planını 110%, şagirdi isə 80% yerinə yetirilmişdir. Bilgi işin neçə faizi yerinə yetirdiyini tapın. Deməli, əgər usta 70 detal hazırlamalı idisə və usta planın 110%-ni yerinə yetiribsə, deməli biz 70-in 110%-ni tapaq. 110-a vurub 100-ə böldük. Sıfırlar gedər, qalar 77 detal. 77 detalı kim hazırlayıb? Usta hazırlayıb. Şagird isə 30 detalın 80%-i yerinə yetirib. Oldu. Sıfırlar getdi. 24 detal. Bunu isə şagird hazırlayıb. Deməli, uşaqlar. Normalda hər şey ilkin vəziyyətdə 100%-dir. 100% ilkin vəziyyətdə neçə detal? 70 detal və 30 detal birgə işləyir deyə topladıq oldu 100 detal. Bəs biz nəyə tapmışıq? 77 topla 24, 101 detal olur, düzmü? 101 detala isə deyir neçə faiz uyğun gələcək? Baxın, 100-ə 100% uyğun gəlirsə, 101 detalda 101% uyğun gələcək təbii ki. Olacaq cavab B variantı. 102 nömrəli sual. Tənliyin 0-pi aralığında həllini tapın. Sinus x-ə 1 t deyək. Onda tənliyi 3 sinus kvadratdırsa olacaq 3 t kvadratı plus 4t minus 7 və bərabər 0. İndi uşaqlar, vuruqlara ayırsaq 3 t ilə t, 1 və 7 atdıq mənfini. Oldu 3 t minus 7 t minus 1 bərabər 0. Tənliyin köklərini tapsaq t bərabər 7 bölü 2 tam 3-də 1. T minus 1 bərabər 0. T tapılır 1. Bəs nə dedim? T demişik sinus x-ə. Yəni t'nin qiymətini gətirib qoymalıyıq axı yerinə. Yəni uşaqlar, siz sinus x bərabər t demişsinizsə, t'nin də qiymətini tapmışsınız 2 tam 3-də 1. Yerinə qoysanız bu boşluqluq olacaq. Çünki sinus özü mənfi 1 və 1 aralığında təyin olunubsa artıq 2 tam nə qədər qiymətini ala bilməz. Ancaq 1 qiymətini ala bilir. Ona görə biz sinus x-i bərabər edirik 1-ə. Buradan x tapılır pi bölü 2, toplu 2 pi k, düzdürmü? İndi uşaqlar, k-yə 0 qiymətini versəniz olur x pi bölü 2. Düzdür? 2 pi vur 0 getdi, qaldı pi bölü 2. Pi bölü 2 də 0 pi aralığında yerləşir. Ona görə olur cavab A variantı. Yəni k-yə 1, 2 və s. qiymətdən versəz, artıq pi bölü 2 topla 2 pi vur 1, 2 pi vur 2 artıq bu aralığı aşır. Ona görə də cavab olur elə A variantı. Dairənin mərkəzindən uzunluğu 8 sm olan perpendikulyar qaldırılmışdır. Dairənin sahəsi budursa, perpendikulyarın uc nöqtəsi ilə çevrənin nöqtələri arasındakı məsafə. Deməli, uşaqlar, bu dairənin mərkəzindən qaldırılmış perpendikulyar olsun. Bu da deyir ki, perpendikulyarın uc nöqtəsi ilə çevrənin nöqtələri, ta ki bu nöqtəsi olsun. Arasındakı məsafə. İndi baxın, bu da çevrənin radiusudur bildiyimiz kimi. Baxın, bu radiusdur, bu da perpendikulyarda 8-dir. Bizim bu x soruşulur. Yəni, perpendikulyar uc nöqtəsi ilə dairənin nöqtəsi arasındakı məsafə x. Dairənin sahəsi pi r kvadrat olduğuna görə bunu bərabər edirik 225 pi-yə. Sahə verilib bizə. Pi-lər gedər. R kvadrat 225 isə r tapılır buradan 15. Deməli, bura 15-dir. Perpendikulyar qaldırılmış da uşaqlar deməli. Bu düz bucaqlı, üç bucaqlı. Buna Pifagor teoremi tətbiq eləsək, 8-in kvadratı 64 topla 15-in kvadratı 225 bərabərdir x kvadratına. Buradan x kvadratı bərabərdir 225 topla 64, 289. Onda x də bərabərdir 17. Həmin məsafə tapıldı 17. C variantı. Funksiyası üçün f'--1. f'-1 nə deməkdir? Törəməsini tap, x-in yerinə -1 qoy deməkdir. Əvvəlcə gəlin törəməni tapaq. f'-x bərabərdir. Deməli, qüvvət gəlir qarşı üstü 1 əksik. Yəni 5 gəldi qarşı, x üstü 5 yox, artıq olur 4. Çıxılsın, qüvvət gəlsin qarşı, x üstü 2 yox, artıq olur 1. 1-i də biz yazmırıq ki, biabır olmayaq. İndi uşaqlar, f'-1 yazaq. Daha doğrusu f'-1. Yəni, x-in yerinə -1 qoyursunuz. Burada da qoyursunuz yerinə 5 vurulsun. -1 üstü cüt qüvvət olduğuna görə 5 vur 1 oldu 5. Çıxılsın. 2 vur -1 olur -2. Onda cavab oldu 7. C variantı. Baxaq növbəti 105 nömrəli suala. Ədədlər arasında doğru münasibəti göstərin. Deməli, görürük ki, A 5-ci dərəcədəndir, B 3-cü dərəcədən, C isə 15-ci dərəcədən. Bunlar eyni dərəcəyə gətirək. A bərabərdir 5-ci dərəcədən kök altda 6. Bunu 5, 3, 15 üçün əkov, ortaq 15 olduğuna görə 15-ci dərəcəyə gətirmək üçün 3-ə vurduqsa 3-ün qüvvətinə qaldırırıq ki, gedəndə misal dəyişməsin, olduğu kimi qalsın. Deməli, A bərabər oldu 15-ci dərəcədən 6-nın kubu 216. B bərabərdir 3-cü dərəcədən kök altda 3.
15'i gətirmək üçün dərəcəni 5-ə vurduq. 5-ə vurduqsa 5-in qüvvətinə qaldırdıq. Deməli oldu 15-ci dərəcədən 3 üstü 5 243. C də bərabər idi 15-ci dərəcədən 250. İndi uşaqlar rahatlıqla bunları müqayisə edə bilərsiniz. Baxın, hamısı 15-ci dərəcədəndir. Ən böyük olacaq C, ondan sonra B, sonra A. C, B, A. A variantı. Deməli, A üstü 4 çıxılsın. Baxın, bu ifadədən A kvadrat plus 2A minus 1-dən mənfinin mötərizə xaricən çıxarsınız. Qalacaq A kvadratı, içəridəki bütün işarələr dəyişəcək. Minus 2A plus 1 bərabər. A üstü 4'ü A kvadratının kvadratı şəklində göstərək. Çıxılsın. Bu ifadədə zaten uşaqlar A minus 1'in kvadratıdır. Baxın, müxtəsər mod üstürünə əsasən A kvadratı çıxılsın B kvadratıdır. Yəni A minus 1 A minus B, A plus B ilə açsaq, olacaq A kvadratı çıxılsın A minus 1, artıq bu özü ifadədir deyə, qabaqda da mənfi olacaq deyə A plus 1 olacaq. Bir dəfə də A kvadratı plus A minus 1 olduğu kimi işarələr qaldı. Deməli, olacaq cavab elə A variantı. Növbəti 107 nömrəli suala baxın uşaqlar. Funksiyanın təyin oblasti. Təyin oblasti x-in ala biləcək qiymətlərdir, düzdürmü? Və biz bilirik ki, loqaritmi alt ifadə həmişə böyükdür 0 olmalıdır. Yəni x plus 1 böyükdür 0. Onda x böyükdür mənfi 1-dən. Bu da mənfi 1 müsbət sonsuzluq. Y variantıdır. Sual 108. İntegralını hesablayaq. Deməli, uşaqlar, heç vaxt integralda biz kvadratdan üstü qüvvətlə işləmirik. Biz dərəcəni azaldırıq. Dərəcəni azaltmaq üçün düstur əzbərləmirik. Baxın, uşaqlar, biz kosinus 2x-in düsturunu bilirik. Sinus kvadratına bağlı. Baxın, 1 çıxılsın 2 sinus kvadratı x bərabərdir. İndi burada 4x verilibdir. Gəlin 4x-lə yazaq. Sinus kvadratı 4x bərabərdir. Kosinus 2 alfa. Əgər burada x olsaydı kosinus 2x olacaqdı. 4x deyə olacaq kosinus 8x. Buradan bizə sinus kvadratı 4x veribdir. Gəlin buradan sinus kvadratı 4x'i tapsaq. Deməli olacaq mı? 1 minus kosinus 8x bölünsün. Baxın buradakı 2. Onda gəlin bu integraldakı sinus kvadratı 4x'i silək, yerinə tapdığımızı yazaq. İntegralda 0-dan pi böl 2'ye. Baxın, bunu da uşaqlar hər tərəfindən 2'ye bölsəz, yəni ayrı-ayrı məxrəc şəklində götürsəz, olacaq mı? 2'də 1 çıxılsın 2'də 1 kosinus 8x dx. Uşaqlar, elə bir ki, bunlar son ortaq məxrəc eyni 2 götürsəz, yenə bu ifadəyə gələcəksiniz də. Bunun integralını tapanda sabitin, baxın, 2'də 1'in integralı 2'də 1x-dir. Çıxılsın. Buradakı 2'də 1 əmsaldır. Bundan işimiz yoxdur. Baxın, 2'də 1 qaldı. Kosinus 8x-in integralı ancaq bir də k-ya bölmək vardır. Düzdür, kosinus 8x-in integralı sinus 8x-dir. Ancaq bir də k-ya bölsək, yəni k burada 8-dir, x-in yanında duran. 8-ə bölsək olacaq 16'da 1. Yəni bunu yazaq 16'da 1. Sinus 8x. Düzdürmü? İndi sərhədləri yerinə qoyaq. 0-dan pi böl 2. 0 qoymağın mənası yoxdur. Hər tərəfdə 0 alınır zaten. Ona görə birbaşa pi böl 2'ni qoyaq. 2'də 1 vurulsun pi böl 2 eləyir. Pi bölünsün 4 çıxılsın. 16'da 1 vurulsun sinus 8 vurulsun pi böl 4. Bunlar gedir, burada qalır. Deməli 2. Pi böl 4 çıxılsın. 16'da 1 vurulsun. Sinus 2 pi. Sinus 2 pi de 0 alır diye olur. Pi böl 4 0. Elə cavab olur. Pi böl 4 C variantı. 109 nömrəli sual. 109 nömrəli sual. Trapesiyanın diagonalı orta xətti 3'ün 4 nisbətində bölür. Trapesiyanın diagonalı orta xətti 3 4 nisbətində bölürsə, deməli buraya yazırıq 3k və 4k. Orta xətt 42 cm olarsa oturacaqların fərqi. Deməli uşaqlar, fikir verin buradakı yaraşıqlı üçbucağa. Bu 3k həmin üçbucağın orta xətti olduğuna görə, orta xəttə paralel olduğu tərəfin yarısına bərabər olduğuna görə olur 6k. Və burada bir dənə də yaraşıqlı üçbucaq var. Baxın bu üçbucağa. Bu 4k həmin üçbucağın orta xətti olduğuna görə olacaq, oturacaq 8k. Və biz bilirik ki, trapesiyanın orta xətti oturacaqların cəminin yarısıdır. Yəni 6k topla 8k bölünsün 2 bərabərdir 42. 6k topla 8k edir. 14k 14k'nı 2'ye böldük. 7k bərabər 42'ye. K buradan tapılır 6. Götürüb yerinə qoysaq. 2 oturacaq oldu. 6 vur 6 36. Böyle oturacaq oldu. 6 vurulsun 8 48. Oturacaqların fərqini soruşur. 48 çıxılsın 36. Cavab olacaq 12. Bir variant. Növbəti 11 nömrəli suala keçək. Daha doğrusu 110 nömrəli sual. 110.
Üstü funksiyada baxın, 4 üstü 5 bölü x minus 2. Üstü funksiya bilir ki, həmişə müsbətdir. Deməli, sürət müsbətsə, məxrəc də müsbət olmalıdır ki, müsbəti müsbətə böldükdə böyükdür 0, yəni müsbəti versin. Yazırıq ki, 11 minus x böyükdür 0 və məxrəc 0 ola bilməzsə, artıq belə yaza bilmirik. Mənfi x böyükdür mənfi 11-dən, mənfi böldükdə işarə dəyişir, x kiçikdir 11-dən. Və uşaqlar, burada baxın, məxrəc 0 ola bilməz, axı bayaq da dedik. Burada bir məxrəc var. 5 bölünsün x minus 2. Məxrəci 0-dan fərqli götürürük. X minus 2 fərqlidir 0-dan. Onda x fərqlidir 2-dən. Yəni, ədəd oxunda qeyd eləsək 2 və 11-i, görürsünüz ki, burada almışıq 11-dən kiçiklər. 11-dən kiçiklərə baxsanız, burada bir 2-yə rast gəlirsiniz. Amma 2-ni ala bilməz axı. Yəni, bu 2-də qırılmalıdır. Burada artıq qırılmalıdır. Yəni, mənfi sonsuzluq 2-də qırılır, birləşir. Artıq var aralıq 2 və 11 aralığı. Olacaq cavab B variantı. Limiti hesablayırıq. Uşaqlar, fikir versəniz, biz x-in yerinə 0 qoysaq, məxrəc 0 olur. Məxrəc 0 oldusa, biz L'Hopital qaydasından istifadə edirik və yaxud sadələşdiririk. Artıq burada sadələşdirə bilmirik deyə, indi L'Hopital qaydasından istifadə edirik. L'Hopital qaydası da ayrı-ayrı törəmələrini tapıb sonra yerinə qoyacağıq. Baxın, birin törəməsi getdi 0-a, mənfi kosinus 2x-in törəməsi. Deməli, kosinusun törəməsi mənfi sinusdur. Bir də mənfi kosinus olduğuna görə artıq olacaq müsbət. Mənfi müsbətləşdirəcək. Olacaq sinus 2x, bir də 2x-in törəməsi 2-yə vurduq. Üstümü. Bölünsün 2x. Gördünüz ki, uşaqlar, yenə x-in yerinə, baxın, limit x yaxınlaşır 0-a. X-in yerinə 0 qoysaz, məxrəc yenə 0 edir. Onda bir də L'Hopital qaydasını tətbiq edirsiniz. Yəni, uşaqlar, buradan içlər gedir, x-in yerinə 0 qoysaz, məxrəc 0 olur. Burada bir də L'Hopital qaydasını tətbiq edirsiniz. Sinus 2x-in törəməsi, kosinus 2x, bir də 2x-in törəməsi 2-yə vurduq. Bölünsün x-in törəməsi də 1 olduğuna görə yazdıq elə 1. İndi x-in yerinə rahatlıqla 0 qoya bilərsiniz. 2, baxın, x-in yerinə 0 qoyasınız. 2, kosinus, 2 vur 0, yəni 0. Kosinus 0-da da 1 qiymətini aldığına görə olur cavab 2 vur 1, 2. Bir variant. 112 nömrəli suala baxın. Hansı şərt ödəndikdə kompleks ədədlərinin fərqi sırf xəyali hissə. Xəyalində də yanında i varsa o xəyali hissədir. Yanında i olan xəyalidir. Yəni bizdə B1 və B2-lər xəyali hissələrdir və biz deyirik ki, sırf xəyali olsun. Yəni orada həqiqi hissələr olmasın. A1 və A2 itməlidir. Təbii ki, uşaqlar, A1 A2-yə bərabər olmalıdır ki, fərqi getsin. Məsələn, bu 5 olsa, bu da 5 olsa. Bunların fərqini tapanda 5-lər gedir. Axı, məsələn, 45 olsunlar, fərqi yoxdur. Bunların fərqi gedir. Qalır xəyali hissələr. Yəni, həqiqi hissələr bir-birinə bərabər. Xəyali hissələr də bir-birinə fərqli olmalıdır ki, artıq getməsin, fərqi 0 olmasın. Baxın, A1 A2-yə bərabər, B1 B2-dən fərqli Y variantı olmalıdır. 113 nömrəli sual. PT çevrəyə toxunandı. PT bərabər BT verilib. Deməli, bu BTP bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağında oturacağı bitişik bucaqları bərabər olur. Bura alfa desək, P bucağı da olacaq alfa. Bunu uşaqlar bir dənə fikir verin. PBA bucağına çevrənin mərkəzinə çəkilmiş bucaqdır. Mərkəzə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısı. Onda söykəndiyi qövs 2 alfa olmalıdır. Deməli, bunları buradan artıq silək. Oldu, bu qövs 2 alfa. Və bizə verilib ki, TAB 80 dərəcədir. Bu bucaq 80 dərəcədir. BTA bu bucaq soruşulur. Fikir versəz, toxunan və vətər arasındakı bu bucaq qövsün, həmin bu qövsün 2 alfanın yarısı olmalıdır. Bunun qövsün yarısı. Bura olacaq alfa onda. 2 alfa bura olacaq alfa. Əgər bura 80 dərəcədirsə, onun qonşusu olacaq 100 dərəcə. Bu TAP bucağının daxili bucaqlarının cəmi 180-dir və yaxud, baxın, oturacaq bitişik bucaqlar bərabərdirsə, əgər bura alfadır, bura da alfadır. Deməli, bərabər yanlış bucaqdır da. Deməli, TA bərabər AP-yə. 180-dən 100-ə çıxdıq, böldük yarıya. Düzdür, çünki oturacaq bitişik bucaqlar bərabər daxil. Onda olur 40. Bu alfada oldu 40 dərəcə. Düzdürmü? Deməli, uşaqlar, bu alfa 40 dərəcəsə, axı burada alfaydı, onda burada 40-dır. Onda baxırsınız bu BTA üçbucağına. 40 dərəcə, 80 dərəcə oldu 120 dərəcə, onda bura qalır 60 dərəcə. Bizdən də həmin bu bucaq soruşulurdu, tapıldı 60 dərəcə D variantı. 114 nömrəli sual. Bərabər yanlı üçbucağın oturacağı çəkilmiş hündürlüyü 20-dir. Hündürlük 20-dir, oturacağın yan tərəfə nisbəti 4-ün 3-ə nisbətidir. Deməli, uşaqlar, hündürlük 20-dir və oturacaq, deməli 4K-dır, yan tərəfdə 3K-dır. Yan tərəflər də bərabər yanlıdır deyə 3K buradırsa, onda burada 3K-dır. Və uşaqlar, mən buradan 4K-nı silirəm. Biz bilirik ki, bərabər yanlı üçbucağın hündürlüyü həm də onun medianıdır. 4K-nı yarıya böləcək 2K, bura verəcək 2K da bura. Üçbucağın xaricini çəkilmiş çevrənin radiusu soruşulur bizdən. Əvvəlcə gəlin bu üçbucağın tərəfini tapaq. Bu nöqtə qoyduğum üçbucağa baxın, düzbucaqlı üçbucaqdır.
Buradan k-nı tapsaq, deməli 2k-nın kvadratı 4k kvadratı topla 20-nin kvadratı 400 bərabər 3k-nın kvadratı 9k kvadratı. 5k kvadratı bərabər 400-ə, k kvadratı bərabər 80, k da bərabər 16 vur 5-dir, düzdürmü? Kök çıxacaq 4 kök altında 5 oldu. Tərəflərdə yerinə qoysaq 3 vur 4 kök altında 5 olur 12 kök altında 5. Burada 4k idi, düzdürmü? Olur 4 vur 4 kök altında 5, yəni 16 kök altında 5. Bu da oldu 12 kök altında 5. İndi xarici çəkimi çevirən radius R bərabərdir ABC bölünsün 4S. Düzdürmü? Bu düsturu xatırladıq. İndi bizə S lazımdır. S-də bərabər 2-də 1 vurulsun A H-a. Yəni tərəf və tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı. Deməli 2-də 1 tərəfimiz 16 kökdə 5-dir. Çünki həmin hündürlük oturacağa çəkilir. 16 kök altında 5 vurulsun hündürlüyü də 20-dir. Bunlar gedər 8. 8-i vurduq 20-yə. 20'ye 160 kök altında 5 oldu sahə. İndi düsturumuzun özündə yerdə qoyaq. R bərabər ABC bölünsün 400-də R tapaq. R bərabərdir. Tərəflər 12 kök altında 5, 12 kök altında 5'ə vuranda eləyir 144, kökdə 5'i də kökdə 5'ə vuranda 5. Vurulsun bir də oturacaq. Yəni ABC daxil. Düzmü? Üçüncü tərəf. 16 kök altında 5. Bölünsün 4S. 4 vurulsun. Sahəmiz də 160 kök altında 5'dir. Kökdə 5'lər gedər. Deməli 16 ilə 160 gedər 10 qalar. 10 da 5 getdi qaldı burada 2. 144'ü 2'ye bölsək 72. 72'ni də 4'ə bölsək olacaq 10. Deməli 32, 18. Radius tapıldı 18. D variantı. 115 nömrəli sual. Təhlilər sistemindən x minus y fərqini tapaq. Deməli uşaqlar, biz bunları tərəf-tərəfə toplasaq özünüz görəcəksiniz ki, müxtəsər modusuna gəlir. Baxın, x-in kubu çıxılsın 3x kvadrat y topla 3x y kvadratı topla mənfi kub. Baxın, bərabərdir mənfi 4 topla 5 1. Baxın, bu özünə elə müxtəsər modusudur. Yəni x minus y-in kubudur. Bərabər 1-ə. Onda buradan x minus y tapılır. Nəyə kubu 1-dir? 1-in təbii ki, C variantı. Növbəti keçək 116 nömrəli suala. İfadəni sadələşdirmək üçün hər tərəfi 12'yə vuraq ki, məxrəcdən azad olaq. X-i vurduq 12'yə. Oldu 12x. X bölü 2'ni 12'yə vurduq. 12'lər getdi qaldı x bərabər 65 vurulsun 12'yə. 13x bərabər 65 vurulsun 12. 13'dən 65 gedər, burada qalar 5. Onda x tapılır. 5 vurulsun 12, 60. C variantı. 117 nömrəli sual. Bucağın tərəfləri 8, 9'dur. Və onlar arasındakı bucağın, alfa bucağı olsun, sinusu 9'u 4'dür, onun sahəsi. Uşaqlar, S bərabərdir 2'də 1, AB sinus alfa düsturundan gedərik. Baxın, iki tərəf onlar arasındakı bucaq verildikdə sahə düsturu. 2'də 1 vurulsun 8, vurulsun 9. Onlar arasındakı bucağın sinusu da verilib. Hazır 9'da 4. 9'lar gedər. 8 ilə 2 getdi 4. 4 dəfə 4, 16 olur sahə Y variantı. 118'ə baxaq, şifahi sualdır. Üstü mənfi qüvvət olduqda tərsi olurdu. Yəni, məsələn, A üstü mənfi 2 olduqda biz deyirik ki, bu 1 bölünsün A kvadratıdır. Yəni, sadəcə mənfi onu məxrəcə salır. Qüvvət olduğu kimi qalır. Məsələn, A üstü mənfi 5 deyək. Mənfi onu məxrəcə salır. 1 bölünsün, A üstü 5 olacaq. İndi uşaqlar, baxın, 3'də 2 burada mötərizə verdiyinə görə bu mənfi bir qüvvəti hər birinə aid olur. Yəni, 3'də 2'nin tərsi 2'də 3. Baxın, qüvvət olduqda daha asan yoluna deyək. Baxın, məsələn, A üstü x-in üstündə y. Neyirik? Vururuq. A üstü x, y olur da. Burada da eyni qayna ilə. P üstü mənfi 3 üstündə mənfi 1. Onda P üstü mənfi 3 vur mənfi 3 olacaq. Q üstü mənfi 1, 1 bölü Q deməkdir uşaqlar. K üstü mənfi 2-in üstündə mənfi 1, mənfi 2 vur mənfi 1 olacaq K kvadratı. Deməli, oldu cavab 2'də 3. P kub 1 bölü Q, K kvadratı. Elə oldu A variantı. 120 nömrəli sual. Oturacağı 3 bucaq olan prizmanın neçə üzü var? Deməli, oturacağı 3 bucaq olan prizma çəkək. Ondan sonra üzləri sizə göstərək. Deməli, inşallah çəkə bilsəm. Çox gözəl oldu. Aha. İnşallah görərsiniz. İndi uşaqlar, baxın. Bir yan üzü, baxın, bu hissədir. Bu bir yan üzü. 1. İkinci yan üzü budur. 2. Bir də uşaqlar, bizə tərəf olan hissə var. Üçüncü yan üzü. Bir də 3 dənə yan üzü oldu. Bir də oturacaqları var yan üzlər. Baxın, 2 dənə oturacaq da 3 bucaqlı olduğuna görə olur 5 yan üz. B variantı. İndi keçək 121 nömrəli suala baxaq əsas. Silindirdən söhbət edir. Nə deyir? Silindirin yan səthinin açılış
diaqnalı. Aha, deməli yan səthin açılış diaqnalı deyirsə, şəkil bu formada olmalıdır. Artıq bilməlisiniz ki, silindrin yan səthin açılış diaqnalını biz bu formada çəkməliyik və sonra əlavə məlumat olaraq nə bilməlisiniz? Baxın, silindrin yan səthin açılış diaqnalına baxın. Bizdə düzbucaqlının, bilirsiniz ki, silindrin ox kəsi düzbucaqlıdır və yaxud kvadrat olur. Düzbucaqlının uzunluğu çevrənin uzunluğu nə? Yəni bu çevrəni açsaz, ip kimi təsəvvür edin uşaqlar. Elə ki, əlinizdə bir ip tutmusunuz və ipi dairə formasını əlinizdə birləşdirmisiniz. Həmin dairəni açdıqda bir uzunluq əmələ gəlir, düzdürmü? Həmin bu uzunluq çevrənin uzunluğu üst-üstə düşür. Yəni biz bu hissəyə deyirik ki, 2 pi r. İndi bizə pi-ni 3 veribsə, yerinə qoysaq olacaq 2 vur 3 vur r, yəni 6 r. Onda bu hissəni silə, yerinə yazıq 6 r. Və bizə deyir ki, açılış diaqnalı oturacaq müstəvisil 60 dərəcəli bucaq əmələ gətirir. Baxın, diaqnal oturacaq müstəvisi ilə 60 dərəcəli bucaq əmələ gətirdi. Bilirsiniz ki, düz bucaqlının hər bir daxili bucağı 90 dərəcədə, onda bu bucaqda qalır 30 dərəcə. Əgər 30 dərəcə bucaq qarşısında duran tərəf katet 6r-dirsə, 90-ın qarşısı olacaq 12r, 60-ın qarşısı olacaq 30-un qarşısındakı kök üstümüzdə, yəni 6 kök altında 3r. Və bizə silindrin həcmi verib. Silindrin həcm düsturu pi r kvadratı h-dır. Baxın uşaqlar, v bərabərdir pi r kvadratı h. Bu bərabərdir bizdə 18 kök altında 3 verilib. Baxın, h nəyə bərabərdir? Pi var. R kvadratını bilmirik. H-ımız da hündürlükdür, baxın. Burada bizdə hündürlük qeyd olunur, baxın, hündürlük. Yəni 6 kökdə 3 r yazacaq yerinə. Pi vurulsun, pi 3'dür. R kvadratı, h-ın da yerinə yazırıq 6 kök altında 3 r. Bərabər 18 kök altında 3'ə. Kökdə 3'lər gedər. 6 f 3 18, buradakı 18-dən getdi. R kubu, r kvadratı var, r. Burada da getdi, qaldı 1, düzmü? Bərabər 1'ə. Onda r tapılır buradan 1. Diaqnal tapın deyir bizdə. Diaqnala baxın 12 r-dir. R-imiz də 1 olduğuna görə onda cavab olub 12 vur 1. Diaqnal oldu 12. Cavab 12. Eyni tapın. Tapaq. Deməli uşaqlar, biz əvvəlcə faktorial anlayışını başa düşməliyik. Məsələn deyirik ki, 3 faktorial. Bu nə deməkdir? Yəni uşaqlar, bu 1-dən həmin ədədə qədər olan ədədlərin hasili, yəni 1 vur 2 vur 3 deməkdir, düzdürmü? Bu oldu 3 faktorial. Yəni biz burada sadələşdirəndə necə yazacağıq? Çalışacağıq ki, burada ixtisara apara bilək. Onun üçün də biraz sadələşdirmək lazımdır. Yəni biz 2n plus 2 faktorialı məxrəcdə 2n faktorial görürük, düzdürmü? Ona uyğun bir şey yazmalıyıq. Yəni ki, ixtisar getsin, işimiz asan olsun. Ona görə də 2n plus 2 faktorialı, baxın, bu qaydaya əsasən. Məsələn, 5 faktorial deyirik, baxın. 1-dən 5-ə qədər olan ədədlərin hasili, düzdürmü? Ən kiçikdən böyüyə doğru gedirik. Düzdür, baxın, ən kiçikdən arta gedir. Burada da 2n plus 2 faktorialı yazaq 2n faktorial vurulsun. Artıq bax görürsüz, faktorial yazmayacaq. Burada faktoriallar yoxdur. Yəni bir artıra gedəcək 2n-i ta ki bura çatana qədər. Baxın, mən 1-dən 5-ə qədər faktorial necə yazdım? 5-ə qədər çatana qədər. 3 faktorial necə yazdım? 1-dən 3-ə çatana qədər yazdım. İndi burada da 2n faktorialı 2n plus 2-yə çatdırana qədər 1 vaid artıracağım. Çünki burada 1 vaid artırdı ədədlər, düzdür, həmişə 1 vaid artır. Yazacaq 2n plus 1, 2n plus 2. Baxın, gəldim, çatdım 2n plus 2. Dayandım burada. Bölünsün 2n faktorial. Burada da indi uşaqlar n minus 1 faktorial qalsın sürətdə. Bölünsün. Baxın, buradakı n plus 1 faktorial necə yazaq? Yazaq ki, sürətdə n plus 1 faktorial görürük. Ona görə də yazaq ki, n plus 1 faktorial. Ta ki, n plus 1'ə çatana qədər 1 vaid artırın. N plus 1'in üzərində 1 gələndə eləyir n. N üzərində də 1 gələcəksən, olacaq n plus 1. Baxın, gəldik, çatdıqda bura artıq dayanırsınız. Bərabər 5-ə. İndi ixtisara baxaq. 2n faktoriallar gedir. N plus 1 faktoriallar gedir. İndi bu 2n plus 2-dən 2-ni mötərizə xaricinə çıxarsaz, qalacaq 2 vur n plus 1 və burada da qalmışdı 2n plus 1. Bölünsün, n vurulsun, n plus 1 bərabər 5. N plus 1'lər gedir. İndi vurub atsaq 2-ni 2-yə vuranda edir 4n, 2-ni 1-ə vurduq, oldu 2 bərabər 5-i də çarpaz n-ə vursaq 5n. Buradan mənfi n bərabərdir, mənfi 2, n tapılır 2. Funksiyanın təyin oblasına daxil olan tam ədədlərin cəmi soruşulur bizdən. Əvvəlcə uşaqlar, təyin oblası soruşanda x-in ala biləcəyi qiymətlərdir. Bunu bilməliyik. Qiymətlər çoxluğu deyəndə y-dən ala biləcəyi qiymətlərdir və əgər kəsrli ifadə görürsünüzsə, dərhal məxrəci sıfırdan fərqli götürməliyik ki, məxrəc sıfır ola bilməz. Yəni, x minus 3 görürsünüzsə, deyirik ki, x fərqlidir 3-dən. Bunu şərt olaraq yazdıq. Sonra nə edirsiniz? Baxın, burada kosinus x görürsünüz. Biz də bilməliyik ki, kosinus x hansı aralıqda yaşayır? Mənfi 1 və 1 düz deyirsiniz. Mənfi 1 və 1 aralığında qiymət alır. Gətirib burada mənfi 1-də qoysaz, 1-də qoysaz bu ifadə mənfidir. İstəsiz yoxlayın. Baxın, 2 vur mənfi 1 çıx 3. Elir mənfi 5. 1 qoysaz 2 vur 1 çıx 3 elir mənfi 1. Yəni bu ifadə mənfidir. Axı kök altı ifadə baxın,
ikinci dərəcədən kökaltı ifadədir. Kökaltı ifadə nə olmalıdır? Həmişə müsbət olmalıdır. Deməli, bu mənfidirsə, ikinci ifadədə mənfi olmalıdır ki, və sıfır da ola bilər, çünki kökaltı ifadə sıfırı ala bilir. Mənfi olmalıdır ki, mənfiyə vurum, kökaltı ifadə ümumi müsbət olsun. Onda bir şərt qoyuruq ki, x kvadratı minus 9x topla 14 kiçik bərabər 0. Mənfi olmalıdır və 0 da ola bilər. İndi buruqları ayırsaq x və x 7, 2, hər ikisi mənfi. Vuranda müsbət 14, toplayanda mənfi 9 oldu. İndi paralel toplasaq x minus 7, x minus 2. Kiçik bərabər 0. İndi bunu sıfırları tapsaq 7 və 2-dir. İndi interval üsuludur uşaqlar. Hasil və bərabərsizlikdə interval üsulunu işləsək, aralığı təyin eləyək. 2 və 7 və hər iki qiyməti alacaq. Bunlar daxildir. 7-dən sağ tərəfdə bir ədəd götürək. 8. 8 çıx 7, 8 plus minus 2 müsbət, mənfi müsbət. Bizə lazımdır mənfi aralıq. 2-7 aralığı. Ancaq 2-7 aralığında 3-ü almamalıdır. Daxil olan ədədlərin cəmi soruşulur bizdən və 2 və 7 daxildir. 2, 3-ü almaz 4, 5, 6, topla 7. Bunların cəmi bizə lazımdır. 4, 6, 10, o da 5, 15, o da 2. 17 topla 7. Cavab olacaq 24. Sual 124. Vektorları üçün uyğunluğu müəyyən edək. Başlayaq 1-dən. A vektoru verilir və B vektoruna buna uyğun verilir. A variantında deyir A və B vektorlar perpendikulardır. Perpendikulardırsa skaler hasil A vektorunun B vektoruna vuranda 0 olmalıdır. Yoxlasaq burada skaler hasil birinci variant üçün mənfi 3-ü mənfi 2-yə vuranda eləyir müsbət 6, topla 1-i mənfi 6-ya vuranda eləyir mənfi 6. Skaler hasil oldu 0. Deməli 1-ə gedər elə A variantı. Bu variantını silirik. 2-yə yoxlayaq. Skaler hasil mənfi 20-dir. Yoxlasaq mənfi 3-ü 6-ya vuranda mənfi 18. Bu birinci idi. Bu isə ikinci. 3-ü də mənfi 2-yə vuranda elədi mənfi 2 oldu. Mənfi 20. Skaler hasil mənfi 20-dir. 2-yə gedər B variantı. Skaler hasil 10 olan yoxdur. Çünki 3-cü variantda, daha doğrusu modulu 10 olan yoxdur. Çünki 3-cü variantda görürsək kök altında 5-in kvadratı topla 12-in kvadratı. Kök çıxır 13. Yəni burada modulu olur 13. D variantı buraya uyğun getdi. Bunu da sildik. C variantı heç birinə uyğun deyil. Y variantı. B və A vektorlar əks istiqamətdədir. Əks istiqamətdə deyəndə nisbətləri mənfiyə bərabər olacaq. Mənfi K-yə. Yəni uşaqlar baxın, ikinciyə uyğun gedəcək. Baxın, mənfi 3-ün 6-ya nisbəti bərabərdir. Doğrudan 1-in mənfi 2-yə nisbəti. Bunların ikisinin də nisbəti. Baxın, bu da eləyəcək mənfi 2-də 1. Bu da oldu zaten mənfi 2-də 1. Yəni bunlar əks istiqamətdədir. Y variantı da ikinciyə uyğun gəldi. 125 nömrəli sual. Birinci variant. Deməli uşaqlar, böyük dərəcələr verdikdə bunları necə sadələşdiririk? Bu sizi çaşdırmasın. Əvvəlcə gəlin 9 pi bölünsün 2-ni sadələşdirin. Normalda 9 pi bölü 2 toplu alfa yox, əvvəlcə 9 pi bölünsün 2-ni siz başa düşməlisiniz ki, necə sadələşdirmək lazımdır. Sanki bunu 9 bölünsün 2 şəklində təsəvvür edirsiniz. Doğrudan elə də 2-də 9 vur pi deməkdir də. Bu sinus 9-u 2-yə böləndə 4 tam 2-də 1-dir də. 4 tam 2-də 1-i elə bil ki 4 plus 2-də 1 şəklində yazsaz. Bu pini də axı 9, 2-də 9-u da doğrudan da bu pini vurursunuz buna sadəcə. Buranda da hər birini vurub açırıq axı. Sinus 4-ü piyə vurursunuz 4 pi. Topla 2-də 1-i piyə vuranda pi bölü 2. Və pi'nin misillərində pi'də 2 pi'də, pi'nin misillərində ad dəyişmir, gedir. Qalır sinus pi bölünsün 2. Düzdür, bu qaldı. Biz bunu sadələşdirdik və biz bunu sadələşdirmişik axı. Üzərinə bir alfa bucağı gəlirdi. Topla bir də alfa yazdım. Gördünüz? İndi görürsünüz ki, uşaqlar sinus pi bölü 2-də adını dəyişir olur kosinus alfa və pi bölü 2-nin üzərinə 90 üzərinə bir bucaq gələndə alfa bucağı ikinci rübə düşür. İkinci rübdə sinus müsbətdir. Ona görə kosinus müsbət qalır. Yəni burada çaşmırsınız. Kosinus burada ikinci rübdə mənfaatmı? Xeyr. Əvvələ baxırsınız. Əvvəl nədir? Sinusdur. Neçənci rübdə? İkinci rüb. Müsbətsə burada müsbət qalır olduğu kimi. Oldu kosinus alfa. Baxın, 1-ə gedər C variantı. 1-ə uyğundur C. C variantını sildik. İndi ikinci variant. İkinci variantda biz dedik ki, uşaqlar, pi'nin misillərində ad dəyişmir. Olur kosinus alfa, ancaq 9 pi'dən hər hansı bir bucaq çıxanda kosinus orada ikinci rübdə mənfi olur. Qabağa atdıq mənfini. Bura hansı variant? Baxın, D variantında pi'də adını dəyişməyəcək. Kosinus pi'də 2 pi'də ad dəyişmə baş vermir. Olur kosinus alfa, ancaq pi'nin üzərinə hər hansı bir bucaq gələndə düşür 3-cü rübə. 3-cü rübdə kosinus mənfidir, qabağa mənfi atırsınız. Yəni burada mənfi kosinus alfa, mənfi kosinus alfa. 2-yə uyğun gələr D variantı. D variantını da sildik. Üçüncü variant. Baxın, yenə 5 pi bölünsün 2-ni sadələşdirək.
Tangens 5 böl 2. Yani olur mu 2 tam 2'də 1, onu da 2 plus 2'də 1 yazırsınız. Və pi'yə də vururuq. Axı 2'də 5 vur pi'dir. Sadəcə bunu sadələşdiririk hələ ki. Deməli olur tangens. Vur basanda 2 pi topla pi böl 2. Burada 2 pi də adını dəyişmədi. Oldu tangens pi böl 2. Sorsan bir alfa bucağı. Tangens 90 dərəcədə adını dəyişir. Olur kotangens alfa. Deməli uşaqlar bu müsbət olaraq qaldı birinci qrupda. İndi baxın kotangens alfa baxın A variantında pi də adını dəyişmədi. Olur kotangens alfa. Pi'nin üzərinə hər bir bucaq gələndə 3-cü rüb. 3-cü rübdə də müsbətdir. Kotangenslə tangens müsbət olduğuna görə yəni olduğu kimi kotangens alfa qalır. Baxın, bərabərdir buna. 3-ə də gedər A variantı.